Salam değerli izleyiciler, əziz kanalımızın abunəçiləri, növbəti super təmirli və təmirdən sonra yaşayış olmayan bir mənzildəyik. Mənzilimizin təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Bina ərazinin ən keyfiyyətli binaların birindəndir. Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, Ləziz restoranının tam yanında yeni tikili 12 mərtəbəli binanın 9-cu mərtəbəsində qanuni bir otaqdan 2 otağa düzəlmə və bütün otaqlarından pəncərə düşən kupçalı bir mənzili sizlərə təqdim edirəm. Xahiş olunur, təqdimatdan öncə kanalımıza abunə olub videomuzu bəyənməyi unutmayın. Burada mənzilimizin giriş qapısı yerləşir. Giriş qapıdan mənzilə daxil olduq. Belə bir gözəl koridor hissə var. Divarda gözəl avoylardan istifadə olunub. Döşəmə qranit mərmər və döşəmədən istifadədən ibarətdir. Tam qarşımızda qonaq otağı və qonaq otağından eyvana çıxış, qarşısı açıq. Birbaşa Əsəd Əhmədov küçəsində gözəl mənzərəsi var. Hal-hazırda mənzilimizin qonaq otağını görürsünüz. Baxın, bu şəkildə belə bir qonaq otağımız var. Çılçıraq, pərdə, buralar, kombi, batareyaları və bütün aksesuarlarla təmin olunub. Baxın, bu şəkildə belə bir qonaq otağımız var. TV-nin o istiqamətdə düşünüb, qıraqları gizli işıqla düzəlib, çılçıraq, pərdə, batareyalar və eyvana çıxış hissə mövcuddur. 77 nömrəli avtobus, 211 nömrəli avtobus tam binanın qarşısında dayanır. Burada mənzilin mətbəx hissəsi yerləşir. Baxın, belə bir gözəl mətbəx hissə var. Tam boy, axıra qədər yığılmış mətbəx mebeli var. Döşəmə istifalla təchiz olunub və mətbəximizin pəncərə hissəsi də var. Jaluzlə bağlanılıb. Baxın, pəncərə yəni mövcuddur. Bu şəkildə bir mətbəx hissəmiz var. Mətbəx mebelində lazım olan aksesuarların müəyyən hissəsi qoyulub, müəyyən hissəsinin isə yerləri qoyulub. Baxın, aspirator üçün ayrılmış zolaq hissə var. Qaz sobası yerləşdirilib. Burada mətbəx moykası falan hamısı yerləşdirilib. Hamısı işləş şəkildədir, təzədir, istifadə olunmayıb. Paltar yuan üçün ayrılmış zolaq orada. Soyucu üçün ayrılmış zolaq hissə burada yerləşdirilib. Əlavə olaraq qabyan üçün hissəsiniz oradan düzəldə bilərsiniz. Bu şəkildə mətbəx hissəni də sizlərə təqdim elədik. Əziz izləyicilərimiz, keçək digər hissələrlə də tanış olaq. Burada mənzilimizin sanitar qovşağı, yəni hamam tualet hissəsi yerləşir. Baxın, bu şəkildədir. İşıqlı güzgü hissə, moydadır hissəsi qurulub. Duş kabin aksesuarları yığıb, duş kabin özünü istəsəniz özünüzdə yığdıra bilərsiniz və ya ev sahibini arada razılaşma ilə yığa bilərsiniz. Döşəmə istifalla təchiz olunub. Ağ qapılarla yığılıb, müasir dövrə və zövrə uyğun şəkildə. Burada isə yataq otağımız yerləşir. Mənzilin baxış istiqaməti şərq istiqamətinə də gün çıxanadır. Səhər gün çıxan kimi birbaşa mənzilə daxil olur. Baxın, burada isə mənzilin yataq otağı yerləşir. Kvadrat şəklindədir. İstədiyiniz zövqə uyğun əşyaları bura rahatlıqla yerləşdirə bilərsiniz. Baxın, bu şəkildə. 57 kvadrat ölçülüdür mənzilimiz. 12 mərtəbəli binanın 9-cu mərtəbəsindədir. Qanuni bir otaqdan 2 otağa düzəlib, sənət kupçadır. Qeydiyyatda heç kim yoxdur. Birbaşa notarial qaydada alqı-satq edib mənzilə rahatlıqla köçə bilərsiniz. Qiymət aşağıda əlavə məlumat bölməsində və rəylərdə qeyd olunacaq. Real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.